Salam, gəlin bugünkü izahımızda dünyamızı şəkilləndirən o böyük, kəskin proqnozlaşdırılmazlıq konsepsiyasına, qara ququşu nəzəriyyəsinə baş vuraq. Bilirsiniz, bizə həmişə öyrədiblər ki, gələcək ilə keçmişin bir növ təkrarıdır, elə deyilmi? Qərarlarımızı, investisiyalarımızı, hətta gündəlik rutinlərimizi belə tarixi təcrübələrə əsaslanaraq planlaşdırırıq. Amma bəzən elə sarsıdıcı hadisələr baş verir ki, bütün o cızdığımız qrafikləri, proqnozları tamamilə alt-üst edir. Bax, bugün tam olaraq bunu, dünyanı dəyişdirmə qüdrətinə malik o nadir hadisələri müzakirə edəcəyik. Birinci bölümümüzə keçək. Hind toyuğu illüziyası, yəni keçmiş məlumatlara həddindən artıq güvənmək xətası. Sizcə doğrudan və sadəcə keçmişə baxaraq gələcəyi tam olaraq görə bilərik? Reallıq budur ki, bəşəriyyətin tarixi məlumatlara kör Qurana güvənməsi əslində çox böyük bir psixoloji qərəzdir. Bizə elə gəlir ki, indiyədək nə olubsa, gələcəyin ən yaxşı bələdçisi də odur. Təbii ki, sabaha heç bir ümid, heç bir gözlənti olmadan yaşamaq qeyri-mümkündür. Ona görə də beynimiz bizi bu rahatlaşdırıcı illüziyaya inandırır. Amma birazdan görəcəyiniz kimi, bu mexanizm heç də həmişə bizim xeyrimizə işləmir. Gəlin bunu çox sadə, amma bir o qədər də vurucu bir hekayə ilə, kəsilmək üçün bəslənən bir Hind toyuğu misalı ilə anlayaq. Təsəvvür edin, 1000 gün ərzində bu Hind toyuğu hər gün yaxşıca yedizdirilir, fermer hər gün gəlir, ona yemək verir və heyvanda belə bir güclü inam yaranır ki, insanlar, yəni bu fermerlər onun ancaq yaxşılığını istəyir. 1000 günlük məlumat bazası bu inamı sadəcə olaraq sementləyir. Amma gəlirik 1001-ci günə. Şükran günündən dərhal əvvəl Hind toyuğu üçün tamamilə gözlənilməyəz, katastrofik bir hadisə baş verir. Onu kəsirlər. Toyuğun o 1000 günlük möhtəşəm təcrübəsi onu bu böyük sürprizə zərrə qədər də olsun hazırlamamışdı. Buradakı əsas məqam nədir? Hind toyuğu o gün tamamilə şoka düşsə də, qassab üçün bu vəziyyətdə təəccüblü heç nə yox idi. Yəni, sizin üçün dünyanı sarsıdan qeyri-mümkün görünən bir hadisə, başqa biri üçün sadəcə iş planının adi bir hissəsi ola bilər. Deməli, qara quşu adlandırdığımız bu cür hadisələr sizin bilik və gözləntilərinizə tamamilə nisbidir. Əlimizdəki məlumatların məhdudluğu əslində bizi gözləyən böyük risklərə qarşı bir növ kör edir. İkinci bölüm, nəzəriyyəni necə tərif edirik və Nassim Nicholas Talebin konsepsiyası nədən ibarətdir? Filosof və keçmiş maliyyə treyderi Nassim Nicholas Taleb məhz bu cür şok effektli hadisələri qara ququşu adlandırır. Termin özü çox maraqlı bir tarixi faktdan gəlir. Düşünün, 1697-ci ildə Holland kəşfiyyatçıları Avstraliyaya gedib orada qara ququşları tapana qədər köhnə dünyada mütləq şəkildə hər kəs bütün ququşlarının yalnız və yalnız ağ olduğuna inanırdı. Minilliklər boyu toplanmış empirik sübutlar bunu deyirdi axı. Amma bircə dənə, bəli, sadəcə bircə dənə qara ququşunun kəşfi o dərin kök salmış inancı anında darmadağın etdi. Bu, o deməkdir ki, milyonlarla təsdiqləyici müşahidə bir qaydanı isbatlamağa bəs etmir, ancaq bircə fərqli müşahidə onu təksib etmək üçün tamamilə kifayətdir. Talib bu konsepsiyanı 3 əsas xüsusiyyətlə açıqlayır. Birincisi, bu hadisə nadirdir. Yəni keçmişə baxanda onun baş verəcəyini göstərən heç bir ciddi siqnal yoxdur. Tam bir anomaliyadır. İkincisi, onun kəskin qlobal bir təsiri var. Hər şey dəyişir. Və üçüncüsü, açığı ən qəribəsi də budur. Hadisə baş verib bitdikdən sonra bizim ekspertlər qəfildən ortaya çıxır və onu çox məntiqi şəkildə izah etməyə başlayırlar ki, əslində bu qabaqcadan görünürdü. Amma gəlin səmimi olaq. Keçmişə baxaraq uydurulan bu səbəblər gələcək qara ququşlarını təxmin etməyimizə qətiyyən kömək etmir. Və bir şeyi də dəqiqləşdirək, qara quz quşları deyəndə ağlımıza ancaq fəlakətlər gəlməməlidir. Məsələn, internetin kəşfi ya da həyat qurtaran inqilabi peyvəndlər kimi müsbət hadisələr də var. Onlar əvvəlcədən ağlasığmaz görünsələr də sivilizasiyanı irəliyə atdılar, inanılmaz faydalar verdilər. Amma təbii ki, sikkənin o biri üzü də var. 11 sentyabr hücumları və ya 2008-ci ilin qlobal maliyyə böhranı kimi mənfi hadisələr. Bunlar isə bir anda partlayır və qlobal iqtisadiyyatı, normal həyat tərzimizi kökündən sarsıdır. Tarixə baxsaq, belə gözlənilməz, tektonik dəyişikliklərlə doludur. Düşünün, o nəhəng, atom qüdrətli Sovet İttifaqının bir neçə il içində kartdan qurulmuş ev kimi dağılacağını kim əminliklə deyə bilərdi? Yaxud 1940-cı ildə sakit bir həyat sürən milyonlarla Sovet gəncinin düz bir il sonra dünyanın ən qanlı müharibəsinin ortasında olacağını kim bilirdi? Ərəb baharı zamanı 40 ilin sarsılmaz görünən diktatoru Müəmmər Qazafinin sonunu və ya Talibin öz vətəni Livananda minlər boyu sülh içində yaşayan cəmiyyətin qəflədən qanlı bir vətəndaş müharibəsinə sürüklənməsini heç kim əvvəlcədən rəqəmlərlə hesablaya bilməzdi. Bunların hamısı klassik qara quşu senarisidir. İndi isə 3-cü bölümə keçək. 2008 maliyyə böhranı, mənfi qara ququşunun canlı nümayişi. Mənfi qara quşunun nə dərəcədə dağıdıcı ola biləcəyini görmək üçün uzağa getməyə ehtiyac yoxdur. 2008-ci il böhranı buna ən mükəmməl nümunədir. Yadınızdadırsa, hər şey ABŞ-da ödəniş qabiliyyəti zəif olan şəxslərə verilən subprime ipoteka kreditləri bazarındakı o spekulativ köpüklərlə başladı. Maliyyə sistemləri qloballaşma sayəsində bir-birinə hörümçək toru kimi bağlı idi deyə bu infeksiya sürətlə bütün dünyaya yayıldı. Dünyanın ən böyük, əsla batmaz deyilən Lehman Brothers bankı qəflətən iflas etdi. Eyni vaxtda İngiltərədə Northern Rock bankının müştəriləri panikaya düşərək qısa müddətdə 3 milyon funt sterlinqə yaxın pulu geri çəkdilər.
Gözümüzün qarşısında nəhəng qlobal maliyyə sistemi sadəcə olaraq çökürdü. Baxın, bu hadisələrin maliyyə qurumları arasında inamı necə darmadağın etdiyini TED spreadinin sıçrayışında aydın görmək olur. TED spreadi, yəni hökumətlərin risksiz faiz dərəcəsi ilə bankların bir-birinə verdiyi borc faizi arasındakı fərq. 2008-ci ilin payızında bu fərqin birdən-birə ağlasığmaz şəkildə 4%-ə sıçradığını görürük. Bu adi bir rəqəm deyil. Bu o deməkdir ki, bankların bir-birinə olan zərrə qədər inamı da tamamilə sıfıra inmişdi və bazardakı nağd pul, yəni likvidlik sanki bir saniyənin içində buxarlanıb yoxa çıxmışdı. 4-cü bölüm. Yaxşı, bəs nə edək? Gözlənilməzə hazırlıq və təsadüfləri qəbul etmək. Bu qədər bilinməzlik və xaos qarşısında bəlkə də edə biləcəyimiz ən ağıllı şey insan biliyinin nə qədər məhdud olduğunu fərq etməkdir. Talibin də dediyi kimi, hər şeyi hesablaya bilərik xulyasına qapılanda, fəlakət üçün ən böyük qapını taybatay açmış oluruq. Əslində, kövrək, problemli bir sistemin çökməsinə imkan vermək, uzun vədədə bizi o böyük dağıdıcı şoklara qarşı daha dözümlü edə bilər. Qorunmağın, sağ qalmağın yolu sadədir. Biz hər şeyi bilmirik və bilə də bilmərik reallığına səmimi şəkildə inanmaq və bəzən sadəcə təsadüflərə qucaq açmaq. Talibin bununla bağlı inanılmaz dərəcədə gözəl, təsirli bir bənzətməsi var. Sizin hazırda bu həyatda var olmağınız əslində ağlasığmaz dərəcədə nadir, fantastik bir bəxtin nəticəsidir. Gözünüzün önünə yer kürəsindən bəlkə də milyard dəfə böyük bir planet və onun düz yanında gözlə görünməyəcək qədər kiçik bir toz dənəciyi gətirin. O toz dənəciyi sizin var olma ehtimalınızda. O nəhəng planet isə sizin heç vaxt mövcud olmamağınızın əleyhinə olan milyardlarla ehtimal. Düşünürsünüz? Reallıq odur ki, siz o nəhəng planetə qalib gəlmisiniz və bugün buradasınız. Biz hamımız kosmik miqyasda qaçılmaz bir statistik möcüzəyik. Və məhz bu möcüzəvi ehtimala, bu cür şansa görə, gündəlik xırda, əhəmiyyətsiz problemlərə görə əhvalımızı heç pozmamalıyıq. Restoranda pis yemək veriblər, çayınız soyuyub, kimsə avtobusda ayağınızı bastı. Bunlar o nəhəng mövcudluq lotereyasında qazanmağımızla müqayisədə dənizdə bir damla belə deyil. Filosofun bizə çox gözəl bir xatırlatması var. Bəy verən atın dişinə baxmazlar. Unutmayın ki, elə sizin özünüz kosmik miqyasda böyük bir qara ququsunuz. Beləliklə, bugün biz təsadüflərin və o mütləq bilinməzliyin necə güclü bir qüvvə olduğunu birlikdə fərq etdik. İndi aydın oldu ki, o sarsılmaz hesab etdiyimiz böyük qaydalar, sistemlər bircə anın içində necə alt-üst ola bilər. Bəs indi doğrudan da bu qara ququşu dünyasında yaşadığınızı fərq edəndən sonra həyata, planlarınıza və o çox güvəndiyiniz gələcək qərarlarınıza olan baxış bucağınızı necə dəyişəcəksiniz? Əminəm ki, bu izahdan sonra dünyanı əvvəlki kimi tam proqnozlaşdırıla bilən bir yer kimi görmək artıq sizin üçün də asan olmayacaq. Təsadüflərə hazır olun, onlardan qorxmayın və hər an yeni bir kəşfə açıq olun.